Əziz kanal izləyiciləri, bina atçılıqda Davud Marketdən baxın yol görsənir. 100 metr içəridə, asfalt yoldan 100 metr içəridə avtobus xəttlərinin aktiv işlədiyi yoldur. Buradan Koroğlu metrosuna daimi avtobuslar işləyir. Bax, bu ərazidə bir həyətdə 2 ev sizə təklif edirəm. Bu ev 2 sotdadır, arxasındakı ev 3 sotdadır. Keçək bu evdən başlayaq. Bu gördüyünüz tikilini sahibi ustadır, ev tikir. Yəni tanınmış bir ustadır. Bu territoriyada çox evlər tikib. Bu da onun özü üçün tikdiyi, inşa elədiyi evdir və çox yüksək keyfiyyətli inşa olunub cütdaşla. Bu ev və digər ev. Girişi gördüyünüz kimidir. Deməli, bu evi ala bilər 2 qardaş, yəni 2 qohum ala bilər. Çünki giriş bir tərəfdəndir və bunun da darvazası ayrıdır. Giriş bir tərəfdən olduğu üçün, yəni bunu bir adam almalıdır. Yəni siz bunu alıb kirayə də verə bilərsiniz. Belə də böyük ailələr üçün sərfəlidir. Məsələn, 2 qardaş olar, 2 dost olar, alar özü üçün yaşayarlar, girişləri, çıxışları ayrı. Və bu hissədə belə bir yay mətbəxi var və qalxaq biz indi 2-ci mərtəbəyə. Bu həyətin girişi 2 yerdəndir. Bu evin girişi 2 yerdəndir. Bir aşağıdan və buradan yuxarıdan 2 girişi var. Baxın, evin biri budur, digəri isə o evdir. Hər ikisi birlikdə satılır. Keçək bu evin içərisinə. Kifayət qədər səliqəli təmir olunub. Bu mətbəx hissəsidir. Burada belə bir sanitar qovşağı var. Gördüyünüz əşyaların böyük əksəriyyəti satış qiymətinə daxildir. Buranı bölüblər belə 3 otaq var bir də, biri bu. Və burada da belə bir otaq var. Mənə elə gəlir ki, burada 3 ailə çox rahatçılıqla qala bilər. Niyə? Bax, o ev girişi çıxışı ayrı. Bu evin də 2 girişi var. Birinci mərtəbəyə aşağıdan giriş və pilləkənlə qalxdıq 2-ci mərtəbəyə. İndi isə gedək 1-ci mərtəbəni göstərim sizə. Bu isə 1-ci mərtəbənin girişi. Gəldik, girdik içəri. Solda belə bir mətbəx hissəsi. Burada belə bir yataq otağı. Bugünkü tikinti qiymətlərindən siz bu 2 evi bu formada inşa eləmək istəsəz, torpağın pulunu demirəm. Sizə bəlkə də 300 min manat pul lazımdır. Bu ərazidə də torpaq 20-25 min manatdır əgər tapsaz. Burada belə bir növbəti yataq otağı. Yəni bunların ikisi 195 min manata həqiqətən havayı verilir. Sənədləri də qaydasındadır. Yenə deyirəm, 3 ailənin rahat qala biləcəyi bir evdir. Birinci ev 2 sotda, ikincisi 3 sotda yerləşir. İndi isə buradan bir şey də qeyd edeyim sizə. Baxın, buradan o girişdən qalxdığımız 2-ci mərtəbəyə buradan da qalxmaq olur. Və buyurun keçək 2-ci həyətə baxaq. Bu həyətimiz də 3 sotdan ibarətdir. 6 daş kürsülü həyət evidir. Və bir tərəfdə tikilib, qabağında bax belə kifayət qədər yer var. Burada da girişdə solda belə bir qonaq otağı və bir yataq otağı var. İçərisindəki əşyaların böyük əksəriyyəti satış qiymətinə aiddir. Yataq otağı, 3 yataq otağı, mətbəx və salondan ibarətdir. Cüt daşdan inşa edilib, özü üçün inşa elədiyi bir evdir. Yəni bu evlərin hər ikisi çox möhkəm şəkildə tikilib. Bu sanitar qovşağıdır. Və bu isə növbəti yataq otağı.
Onu da sizə belə göstərək. Bu da növbəti yataq otağı. Və hər ikisi birlikdə təklif olunur 195.000 manata.